Dedim, bura məbəddir, buradan zaman-zaman burada sərxoş adamlar da gəlirlər, çıxırlar, eləməyin bu şeyləri. Biz görürük ki, tamaşaçıyıq, görürük ki, adam sərxoş şəkildə oturub burada danışır, demişəm bunu. Dəfələr, üçüncü dəfə də artıq baxdım. Efirdəmi? Efirdə, bəli. Efirdə sərxoş Efirdə sərxoş, bəli. Allah, sərxoş şəkildə danışır, ağzının artikulyasiyası bu adam pozulur. Bu adamın ağzı söz tutmur. Bilirsiniz, mən də içən adam Yəni elə gücəmi sahibləri onları sərxoş etməmi buraxırlar? Yəni kimdir ki bunlar? Mən də bilmirəm, onu da deyirəm də. Yəni siz nədən qorxursunuz, nədən çəkilirsiniz? Görürsən adam sərxoşdur, buraxma efirə. Denən ki, ay cəmaat, biz Vasif Məhrəmini çağırmışdıq, bir də Aytan xanımı çağırmışdıq. Aytan xanım buradadır, Vasif Məhrəmini yerini boşdur. Bilirsiniz nəyə görə? Çünki adam sərxoş gəlmişdi. Deyim buna açıqca. İndi lazım olmayan siz əminsinizmi dediklərinizə? Əminəm. İçkili halda ifrə çıxırsan. Adım qədər, bəli. Sən özün bilmirsən ki, sən məbədə gəlirsən, televiziya kimi bir məbədə gəlirsən, milyonların qarşısına çıxırsan.